İlham Əliyevin başçılıq etdiyi Yeraz Naxçıvan terror qruplaşması İqbal Əbilovun girovluqda saxlanılması məsələsini uzatdı. Onlar Talış elmi araşdırmaçı İqbal Əbilovun 18 il girovluqda saxlanılmasını istəyir. Mən buradan bəyan etmək istəyirəm ki, şəxsən və Talış xalqının adından da danışıram və buna da haqqım çatır. Biz Azərbaycan hakimiyyətini, legitimliyini tanımırıq. Biz onları dövlət strukturu saymırıq və bildirmək istəyirəm ki, bu qruplaşma terror qruplaşmasından fərqi yoxdur və Azərbaycanda bu qruplaşmanın hansısa bir dövlət haqqından danışmağa haqqı yoxdur. Bunlar Azərbaycan və Türk xalqlarını, həmçinin digər xalqları bir-birinə qırdırılmaq üçün yaradılıb, Rusiya tərəfindən təyin edilib. Necə ki, Rusiya Suriyada və digər yerlərdə bu qruplaşmaları tanıyıbdır, Azərbaycanda da eynisini qalstuklu formada yaradıb və bizə sırmağa çalışır ki, bunlar güya hakimiyyətdir. Bunlar qətiyyən Azərbaycan hakimiyyəti deyillər, bunlar legitim deyillər, xalq tərəfindən də xoşlanmırlar. Talışlar da, türklər də bu hakimiyyəti xoşlamır və bu hakimiyyət gedəcək. Və bunlar hakimiyyət də deyil, yəni səhv olaraq hakimiyyət deyirik biz bunlara. Bunlar yenə deyirəm, bir qruplaşmadır və zor gücünə özlərini idarə etməyə, sırmağa çalışırlar.